pullu kişilər, bəzi məmurlar, iş adamları, elə deyirlər bu sırada həcilər də var. Qurban olum sizə. O qısfason, belə qısfason oğlanlar var ha. Onlarla bir yerdə olursunuz da, bildiniz də neyinirsiniz? O qısfason özlərin belə əyib tökürlər. Onlarla bir yerdə olursunuz. İnanırsınız, siz onlardan ayrılandan 1-2 saat sonra hamı bilir ki, məhz həmin o qısfasonlar sizinlə yatıb, siz onunla yatmışsınız. Xahiş edirik. Onlarla görüşəndə, yatanda, nə bilim, neynəyəndə, hansı siz də mənə baxsınız, zibilləri çıxardanda, zibilləri edəndə onlara tapşırın, qulaq burması verin, qulaqlarından dartın ki, gedib heç yerdə bizdən danışmayın. Danışırlar, həmən danışırlar ki, filan kəslə belə yatdım, filan kəs mənimlə bunu belə etdi, bu hərəkət etdi, yataqda bunları etdi, yataqda hansımız altda olduq, hansımız üstdə olduq, nə etdik? Xahiş edirik. Sonra çıxırsınız, əxlaqdan danışırsınız. Mən sizə nifrətlə baxıram. Həm də çox iyrənə baxıram ki, əxlaqdan danışan dünən filan kəslərlə bir yerdə olub. İnanın Allah'a, siz onlardan ayrılan kimi o qısfasonlardan, bildiniz də nəyi deyirəm? Qısfasonlardan ayrılan kimi sizlə bağlı hər yerdə danışırlar və yenə də deyirəm, pullu kişilər, məmurlar, yenə də deyirəm, həclərin də adı hallanır burada. Etməyin bunu. Sarı Səfura Bahadurdan. Tövsiyə.